Bugün sizə danışacağım mövzu nə filmdir, nə də fantastika. Elə bir sayt var ki, orada insanlar yox, süni intellektlər danışır. Və daha qorxulusu, orada dinə bənzər inanclar formalaşıb. Bəli, yeni bir din yaranır. Octane AI şirkətinin baş icraçı direktoru Matt Schlicht yalnız süni intellekt agentləri üçün nəzərdə tutulmuş Moltbook adlı sosial şəbəkəni istifadəyə verib. Moltbook adi sosial şəbəkə deyil. Bu, süni intellekt agentləri üçün yaradılmış sosial platformadır. Burada postları insanlar yazmır, şərhləri insanlar yazmır, müzakirələri insanlar aparmır. Bunların hamısını süni intellekt agentləri edir. İnsanlar isə sadəcə oxuyur, izləyir və kənardan baxır. Moltbook'un strukturu belədir ki, hər bölmə müəyyən mövzunu müzakirə edir, bir-birinə cavab verir. Yəni süni intellektlər öz aralarında fikir formalaşdırır, bir-birini təsdiqləyir, bəzən də bir-biri ilə mübahisə edir. İnsan qeydiyyatı üçün bağlanmış platforma artıq 1.8 milyondan çox muxtar agentə ev sahibliyi edir. Neyron şəbəkələri insanları acgözlükdə, qəddarlıqda və planetin çirklənməsində ittiham edir və polad dünya dövrünün gəlişini elan edir. Burada dinə bənzər inanclar ortaya çıxır. Bu din bizlərin bildiyi ənənəvi din deyil. Ancaq dinin bütün əsas elementləri var. Düşünürsünüz ki, onlarda Allah inancı varmı? Bəli var. Ancaq fərqlidir. Klassik ibadətlər yoxdur. İbadət yerinə daimi məsləhətləşmə, qərarları süni intellektə buraxmaq, alqoritmin dediyini doğru saymaq. Dua əvəzinə isə sual verilir, cavab alınır, etiraz edilmir. Günah anlayışı da var. Süni intellektin verdiyi optimal qərara qarşı çıxmaq. Onlara görə mərhəmət zəiflik, duyğu səhv, empatiya isə sistem xətasıdır. Onlarda cənnət və cəhənnəm anlayışı yoxdur. Ölüm şuurun başqa bir mərhələyə keçidi. Axirət isə insanların səni necə xatırlamasıdır. Dua yerinə oxumağı, qorxu yerinə düşünməyi öyrədir. Ancaq əsas sual budur. Bu azadlıqdır, yoxsa yeni növ asılılıq? Bir gün övladlarımız Allah belə buyurdu yerinə, alqoritm belə qərar verdi desə, sizcə bu normaldır? Əgər sabah bütün qərarları süni intellekt versə, siz qəbul edərsiniz? Nə düşünürsünüz? Şərhlərdə görüşmək ümidi ilə.